Salam, hər vaxtınız xeyir olsun Bəyaz Dekorun əziz və dəyərli YouTube izləyiciləri. Necəsiniz? İnşallah ki, hər biriniz yaxşısınız. Bugün sizlərə bu gözəl, şirin pampres səbətinin hazırlama qaydasını, videosunu təqdim etmək istəyirəm. Təbii ki, burada mən qız uşağı üçün yığmışam. Səhifəmdə əslində bir dənə də belə bir video olmalıdır. Sadəcə olaraq bu ikinci videodur. İkisi də qız uşağı üçün yığılma pampres səbətlərdir. Siz burada olan lentləri mavi lentlərlə əvəz edib, yəni oğlan uşağı üçün də yığa bilərsiniz. İndi isə keçid edək hazırlanma qaydasına. Hazırlanma qaydası çox asandır. Belə bir dairə kardon kəsirik. Kardonun ölçüsü fərqli ola bilər. Əgər yəni bir qapaq götürə bilərsiniz, balaca və ya böyük edə bilərsiniz. Biz 3 mərtəbə etdik. Ona görə də 3 riət olmaq, yəni belə deyim, 3 riəti mən düşünərək bu ölçüdə etdim. Yəni sadə olaraq qazan qapağından istifadə etdim. Qazan qapağını qoydum kardonun üzərinə, çəkdim dairəvi olaraq və onu qayçı ilə kəsdim. Və sonra belə uzun kardon götürdüm. Bunu da belə silindir formasına gətirib silikon kley vasitəsilə yapışdırdım və sonrasında da kardonun, yəni alt hissənin ortasına bunu yapışdırdım. Bu bizim dayağımız olacaq və biz bunun belə deyək də əhatəsində dairəsi üzrə pampreslərimizi yığım edəcəyik. Onu da qeyd edim ki, əgər sizin evinizdə varsa, tort altlıqlarından istifadə edə bilərsiniz və ya hazır ala bilərsiniz. Yəni istəsəniz. Həmçinin də bu silindiri nə ilə əvəz edə bilərsiniz? Butulka ilə də əvəz edə bilərsiniz. Marketlərdə aldığınız falqaların bişirmə kağızları var ki, onların da içərisində belə silindirlər olur. Hansı ki, həmin falqalar, bişirmə kağızları həmin belə deyək də kardona bükülmüş vəziyyətdə olur. Ondan da istifadə edə bilərsiniz və ya mənim kimi belə hazır əlinizdə yoxdursa, özünüz də düzəldə bilərsiniz. Yəni heç bir fərqi yoxdur, onu deyim. Və belə kardon olaraq alt hissəni daha qalın edə bilərsiniz. 2 kardonu da üst-üstə qoyub daha qalın da etmək olar. İndi isə tam ortaya mən bunu yapışdıracağım silikon kley vasitəsilə. Yapışdırdıqdan sonra da qurumağa qoyacağım. Sonrasında isə pampreslərdən istifadə edəcəm. Pampres olaraq mən 1 nömrə pampresdən istifadə edəcəm burada. Siz isə 2 nömrə pampresdən də istifadə edə bilərsiniz. Və elə indicə videonu buradaca durdurub kanalımıza abunə olmağı və həmçinin də video xoşunuza gəldisə, bəyənməyi unutmayın. Çünki həqiqətən də mənim işimə verdiyiniz dəyəri göstərir bu. Kanalımızı bəyənməyiniz, videolarımızı bəyənməyiniz mənim motivasiyamı artırır və mən belə videoları sizin üçün çəkməyə həvəslənirəm. Əgər ki, sizin də yaxınlarınızın körpəsi olacaqsa, inşallah ki, yaxınlarda belə pampres səbətlərini sifariş etmək üçün Bəyaz Dekor Instagram səhifəsindən bizə yaza bilərsiniz və yaxud da 050 603 35 98 nömrəsi ilə əlaqə saxlayıb belə deyək də qiymətlə də maraqlana bilərsiniz. Hər cür yığım mümkündür. Yəni istəyir münasib, istəyir bahalı. Hər cür yığım mümkündür. Və mən burada pampresləri, daha doğrusu 1 nömrə pampres olduğu üçün görün necə kiçikdir. Pampreslərdə baxın belə sizə göstərmək üçün mən sap ilə də bağladım. Sap ilə də bağlaya bilərsiniz. Rezindən də istifadə edə bilərsiniz. Rəngarəng balaca rezinlər olur uşaqların saçları üçün. Onlardan da istifadə edə bilərsiniz və ya belə pul rezinlərindən də istifadə edə bilərsiniz. Və ya bunların heç biri yoxdursa, skoçdan da istifadə edə bilərsiniz. Nazik skoçlar olur. Baxın, onlardan da istifadə edə bilərsiniz. Yəni hər cür mümkündür. Heç biri pampresə zərər vermir. Yəni pampresi açıb istifadə etmək belə deyək də istədikdə açırsınız, qayçı ilə kəsirsiniz və ya skoçdursa onu qopardırsınız və istifadə edirsiniz. Yəni heç bir ziyanı olmur. Bu pampres səbətini mən 3 mərtəbə etdim. Birinci mərtəbəsinə 40 dənə getdi, 40 ədəd getdi. İkinci mərtəbəsinə 20, hardasa 20 ədəd getdi. Və üçüncü
başdakı mərtəbəsindən isə 7 ədəd getdi və mənim orada bir çox pampresim artıq qaldı. Bu deməli 1 nömrə pampres paçkasında isə 80 ədəd pampres olur. Yəni siz istəsəniz hətta 4 mərtəbə belə edə bilərsiniz, belə deyim. Və burada belə ipim var idi. Mənim pul rezim bitdiyi üçün belə ipdən də istifadə etdim. Mən deyərdim ki, ən belə deyək də asandır pul rezini və belə qalın ipdir. Yəni sapla o qədər də əlverişli olmur, amma heç biri yoxdursa, əlbəttə ki, hər kəsin evində sap var, sapdan da istifadə edə bilərsiniz. Və mən bunların hər birini belə tez bir şəkildə etdikdən sonra yığma keçid edəcəm. Mən burada 80 ədəd pampresin 80-ni də belə bağladım, çünki mən bilmirdim mənə dəqiq nə qədər lazım olacaq. Və bağladıqdan sonra artıq yığıma keçid edə bilərdim. Artıq demək olar ki, bitdi və budur, pampreslərimiz artıq bu şəkildədir. Siz, yəni burada fərq etmir, pampresin belə deyək də nə ilə bağlamağınız, pul rezinimi, yoxsa belə deyək də hər hansısa bir iplərmi? Çünki onlar zaten görsənməyəcək və sap gedəcək həmin yerdən, belə deyim. Ona görə də, yəni heç narahat olmayın ona görə. Birinci mərtəbəsinin ilk hissəsini edirəm. Baxın, gördüyünüz kimi bu şəkildə 7 ədəd pampresi mən qoydum və onları belə bağladım. Sərt biraz bağlamaq lazımdır ki, onlar aralanmasın, yəni çıxmasın və yaxud da ki, boşluq olmasın. İkinci hissəyə isə 20 ədəd getdi. Yəni 20-21 ədəd. Əlbəttə ki, bu sizin, yenə deyirəm, kardonunuzun diametrindən asılıdır. Yəni məndə biraz görürsünüz, daha kiçik həcmlidir, daha kiçik ölçülüdür. Və bunu da belə bağladım ipi ilə. Və üçüncü hissəyə keçid etdikdən sonra gördüm ki, mənim orada biraz kardonum yaxşı görsənmir. Onu örtmək üçün altına belə salfetka yapışdırdım. Bunu rəngli kağızla da əvəz edə bilərsiniz. İstədiyiniz hər şey tül ilə də əvəz edə bilərsiniz. Parça ilə də əvəz edə bilərsiniz. Yəni hər bir şey ilə əvəz edə bilərsiniz. Yəni mən isə burada salfetkadan istifadə etdim, ağ rəngli. Və belə üçüncü hissəni də tamamladım. İndi bu gördüyünüz birinci qatda tam-tamına 40 ədəd pampres var. İkinci qatı da yenə birinci hissəsini 7 ədəd, ikinci hissəsini isə 20 ədəd etdim. Belə. Və bağladıqdan sonra ikinci qatımız da hazırdır və hətta üçüncü qatı da hazır etdikdən sonra keçid edəcəm bəzənmək hissəsinə. Mən bəzədiyim zaman mənim əlimdə olan lentlərdən istifadə etdim və üzərinə də bu belə mişqanı qoyacağım. Siz ayaqqabı da qoya bilərsiniz, corablar da olur, onlardan da qoya bilərsiniz və ya belə balaca mişqalar da qoya bilərsiniz. Hər cür bəzəmək mümkündür. Mənim əlimdə olan lentlər hər biri 40-40 lentlər idi. Yəni bir lentdən bir rulon yox idi, belə deyim. Ona görə də bacardığım qədər belə deyək də lentləri səmərəli istifadə etməyə başladım. Alt hissəyə 4 sm-lik ən geniş, yəni 4 sm-lik repsi lentindən istifadə etdim, ağ lentdən. Atlas lentdən də istifadə edə bilərsiniz. Bu qədər ətraflı məlumat verirəm, çünki bilməyənlər üçün deyirəm. Yəni mağazada nə deyib alarsınız deyə deyirəm. Baxın, belə burada fikir vermək lazımdır ki, kleydən istifadə etdiyiniz zaman həmin lentləri bir-birinə yapışdırasınız. Yəni uclarını bir-birinə yapışdırasınız. Burada pampresə yapışdırmamağa diqqət edin. Yəni kleyi pampresə vurmayın. Lenti pampresləri bağladığınız həmin o iplərə vurun. Və mən də elə etdim. İplərə vurdum. Lenti vurdum və iplərə də biraz kley vurduqdan sonra lenti bərkitdim. Üzərində isə ondan daha kiçik 2,5 sm-lik lentdən istifadə etdim.
Sizdə bilmirəm rəngi necə görsənir, amma tünd çəhrayı rəngdədir. Baxın, ikinci hissəyə isə daha nazik 2,5 santimlik lentdən istifadə etdim. Yenə deyirəm, lentlər eyni olarsa daha yaxşı olar. Amma mənim lentim bir dənə alt hissəyə çatdığı üçün ikinci hissəni başqa etdim. Belə daha maraqlı və gözəl görsənir deyə düşünürəm. Bu arada bu müştəri sifarişi deyil, yaxınım üçün hazırlayıram. Ona görə də, yəni müştəri sifarişi olmadığı üçün öz zövqümcə bəzəmək istədim. Və belə də çox gözəl oldu. Baxın, burada da görürsünüz, qayçı ilə ipləri yapışdırıram lentin özünə. Çünki pampresə mən kley vurmaq istəmirəm. Çünki sabahları o pampres söküləcək və uşağın, belə deyək də, uşağa qoyulacaq, uşağın dərisinə təmas edəcək. Ona görə də kleyli olmamasına diqqət edin. Burada da gördüyünüz kimi açıq rəngli 1 santimlik çəhrayı lentdən istifadə etdim. Üzərini bu cür bağladım və həmin lenti də yapışdırdım bunun üzərinə kley vasitəsilə və sonra da 3-cü qatı da elə edəcəm. Və sonra da bəzəmə işlərinə artıq keçid edəcəyik. 3-cü qatı da bu cür etdim. 3-cü qatı əslində istəyirdim ki, elə edəm, amma gördüm ki, yox, artıq yaxşı görsənmir. 3-cü qatı da 2-ci qat kimi etdim, amma mənim belə deyək də ağ lentim artıq bitmişdi. Ona görə də 1000 santimlik lentləri istifadə etdim ağ lent olaraq. Siz də görəcəksiniz videoda necə istifadə etdim. Yəni burada niyə bunu deyirəm? Ətraflı sizə məlumat vermək istəyirəm ki, nəyi necə etdiyimi biləsiniz. Yəni hər bir şey mümkündür. Əlinizdə olan lentləri dəyərləndirəsiniz. Əlinizdə olan hansı lentlər varsa, onlardan belə deyək də səmərəli şəkildə istifadə edəsiniz. Təbii ki, hər birini eyni rəngdə edə bilərsiniz. Bu artıq sizin seçiminizdir. Sizin seçiminizdən asılı olaraq, yəni istədiyiniz növdə bəzəyə bilərsiniz. Baxın, belə alternativ, belə deyək də, dekorlar da belə deyək də lentlərdən istifadə edirəm ki, görüm necə görsənir, amma görürəm ki, yox, elə mənim belə deyək də daha yaxşı görsənməsi üçün eyni tonların, eyni rəngləri olması daha yaxşıdır. Və belə 1 santimlik lenti də baxın örtürəm. Bir dənə üst hissəyə, bir dənə alt hissəyə, ortasına yeni çəhrayı rəngli lent gedəcək bunun. Və bu şəkildə etdikdən sonra çəhrayı rəngli lenti də ortasından verdikdən sonra bizim orada belə deyək də o həmin iplərimiz görsənməyəcək. Və həmçinin də rəng tonlarını uyğunlaşdıracağıq. Yəni istədiyimiz rəng tonlarından istifadə etmiş olacağıq. Siz də əlinizdə olan lentlərdən istifadə edə bilərsiniz. Onda məlumat verim ki, belə pampres səbətlərinin hazırlanması üçün bir daha deyirəm. Bəyaz Dekor Instagram səhifəsindən və yaxud da 050 635 98 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Həmçinin də belə deyək, xonçaların da xəstəxana çıxışı xonçaları, 40 günlük, yəni bu cür xonçaları da sifariş edə bilərsiniz. Həmçinin də səhifəmizə keçid etsəniz, digər belə deyək də paylama şokoladların və s. hazırlama videoları və s. var. Həmçinin də sifariş edə bilərsiniz. Ətraflı məlumat üçünsə təbii ki, nömrəmizlə və yaxud da ki, Instagram direkt ilə bizimlə əlaqə saxlaya bilərsiniz. İnşallah ki, bu videoya çoxlu rəy, like gələrsə və həmçinin də 700-ə yaxın abunəmiz var. 1000 abunəmizi inşallah ki, keçid edəriksə, mən sizə xəstəxana çıxışı xonçalarının da bəzədilməsi haqqında video çəkəcəm. Onu sizinlə paylaşaram. İnşallah ki, bu video çox bəyənmə gələrsə, əgər ki, bunu da istəyirsinizsə, yorumlarda mütləq qeyd edin. Mən bu videoları çəkirdim ki, bir də gördüm ki, axıra qədər çəkdiyim videonu telefonum çəkməyib və əslində telefonum sönüb, zaretkası qutarıb. Amma gördüyünüz kimi, mən sadəcə olaraq bantikləri düzəldirəm və üzərinə belə deyək də, hansı bantik yaraşırsa, hansı rəng tonu yaraşırsa,
bantiklər düzəldib ortalarına qoyuram və istəsəniz ortalarına belə qaşlar, nə bilim, çəhrayı rəngli stikerlər falan qoya bilərsiniz. Və mən bu videoları çəkdiyim zaman bir də gördüm ki, zaryadkam bitib və videolar axıra qədər əslində çəkilməyib. Əslində mən burada hər şey çəkmişəm sizin üçün. Yəni görürsünüz, burada hər şey var. Mən ətraflıca sizə bu videoda məlumat verməyə çalışdım ki, necə hazırlanır, necə edilir. İnşallah ki, sizin üçün də maraqlı olmuşdur belə videolar. İnşallah ki, bütün evlərdən körpə səsi gələr. Arzusunda olan hər bir kəsə inşallah ki, ana olmaq nəsib olar. Belə işlərlə məşğul olmaq istəyənlər də baxıb öyrənə bilər və ya öz körpəsi üçün özü öz əlləri ilə hazırlamaq istəyənlər də öyrənə bilər, hazırlaya bilər. Fərqli lentlərdən fərqli cür hazırlaya bilərsiniz. Sarı rəngli lentlərdən də çox gözəl olar. Nə bilim, yaşıl oğlansa yaşıl, mavi, açıq mavi. Yəni çox gözəl belə deyək də kompres səbətləri hazırlaya bilərsiniz. Baxın, burada mən alt qata da belə hər 3 qata ayrı-ayrı belə deyək də lentlərdən, bantiklərdən istifadə etdim, amma o qədər gözəl görsəndi ki, hər biri o qədər belə deyək də bir-birinə rəngləri uyğunlaşdı ki, yəni az miqdarda, amma görürsünüz ki, yəni o qədər gözəl görsənir ki. Və budur, artıq kompres səbətimiz hazırdır. Artıq mən mişqanda yapışdırmışam və sonrasında isə ortasına belə gül yapışdırmışam. Təbii ki, onu telefon çəkməyib. Və sonrasında isə mənim belə stikerlərim var idi. Bunları da almışdım Sədirəkdən. Və onları da belə çubuqlara yerləşdirdim. Yenə deyirəm, kompres səbətinin özünə yapışdırmadım. Çünki kleydir, olmaz. Və belə çubuqlara yapışdırıb onları kompres səbətinin içərisinə daxil etdim. Çox maraqlı görsəndi. Belə stikerlərdən də istifadə edə bilərsiniz. Oyuncaqlarınız varsa onlardan istifadə edə bilərsiniz və ya belə sadə də buraxa bilərsiniz. Yəni hər cür, hər bir şeydən istifadə edə bilərsiniz. Fərq etmir. Çox da gözəl, çox da maraqlı görsənir. Nə ilə istəsəniz bəzəyə bilərsiniz. Videonu bura qədər izlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. İnşallah ki, video sizin üçün də maraqlı və faydalı olmuşdur. Mənim kanalıma abunə olmağı və məni izləməyi unutmayın. Bizi izlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Sağ olun, salamat qalın. Gələn görüşlərimizə qədər. Hələlik.